ildən artıqdır ki, mən eyni bir şirkətdə çalışıram və iş heç vaxt mənim üçün sadəcə maaş olmayıb. Həyatımın bir hissəsi olub. Kollektiv, planlar, qoyulan hədəflər. İş mühitim çox maraqlıdır, çox rahatdır. İşə həvəslə hər zaman getmişəm. Mənim mətbəxə çox böyük bir həvəsim var və nə ilə bu nəticələndi? Mənim 3 ilə yaxın food bloqum var və həyat öz axarı ilə gedirdi. Amma birdən başladım özümü pis hiss eləməyə. Həkimə getmirdim düzünü, amma iş yoldaşlarım məcbur elədilər məni və mən həkimə yazıldım və nəticə xoşa gəlməz oldu. Mən onkoloji xəstə olduğumu bildim. Diaqnozu öyrənəndən sonra demək olar ki, şoka düşdüm. Həyat bir anda dayandı. Beynimdə suallar yaranırdı ki, niyə mən, niyə məhz mən? Ailəmi düşünürdüm, uşaqlarımı, həyallarımı, yəni həyata keçməyən planlarımı. Hər şey elə bil ki, yarımçıq qaldı. Müəyyən müddətdən sonra artıq işdəkilər hamı bildi mənim bu diaqnozumu və HR tərəfdən mənə mesaj gəldi. Mesaj gəldi ki, Ülker, bəlkə sənin yadından çıxıb bizim korporativ həyat sığortamız var. Düzdür, mən bu sığorta barədə bilirdim. Amma artıq bunun sadəcə kağız olmadığını həmin o an anladım. Maddi tərəfi ilə bağlı suallar da məni çox düşündürürdü. O suallar dayanmadan yaranırdı mənim beynimdə. Çünki onkoloji xəstəliyin müalicəsi elə də ucuz deyil, bahalıdır. Mənə əməliyyat lazım idi. Korporativ həyat sığortası isə məni bu suallardan azad elədi və artıq bu tərəfi mən düşünmürdüm və tamamilə sağalmağıma fokuslana bilirdim. Korporativ həyat sığortası alan şirkətlər əslində öz əməkdaşlarına çox böyük bir dəyər vermiş olurlar. Həyat gözlənilməz hadisələrlə doludur və insanın başına bir çox iş gələ bilər. Bütün şirkətlərə korporativ həyat sığortası məhsulunu əldə etmələrini tövsiyə edirəm.